Quranda namaz 2 rükətdir. Namazla bağlı Nisa surəsinin 102-ci, 103-cü ayəsindən baxdığımız zaman 2 rükət olduğunu görürük. Bir də deyirlər ki, namaz 2 rükətdir. İndi bunlar gedirlər məsəl üçün namaz qılmağa. Yaxşı, imam zöhrü qılır 4 rükət, sən necə sığışdırırsan o 2 rükəti? Döyüş ayəsi var, 2 rükət. Onu gətirib ki, namaz 2 rükət. O döyüşə aiddir, özdə silahla da olmalıdır. Məscidə gələ hamı silahla. Allah deyir ki, bir dəstə silahını qoysun, o birisi qılsın, sonra o birisi çıxsın, o birisi girsin, yer üzərinə çıxsanız, yəni cihada, döyüşə və düşmanlardan qorxsaz, qorxmasaz namazı necə də elə qılın? Bu döyüş vaxtında olan namazdır. İkinci, o 2 rükətdir. 2 rükətdir buna görə. Yaxşı, Allah Teala deyir ki, səfərdə olsaz namazı qısaldın. O 2 rükətini qısaldıb nə qədər eləyəcəyik? Yəni, qısaldaq da namazı, yaxşı. Səfərə gəlmişik, biz 4-ü 2 qısaldırıq, düzdür mü? Sünnə də gəlib ona görə. Bu 2-yi nətər qısaldaqsan sən? Quranla izahını ver. Və əlimizdə Peyğəmbər sallallahu aleyhi ve sellemin izahı var. Sahabələrin izahı var. Elə belə seçim qarşısında qalırıqsa, onlarınkini götürək də. Onlar ən layiqdir götürülməyə. Sənin nisbətdə.